İslam dini bu saat Azərbaycanda ən çox yayılmış dindir. Amma həmişə belə olub? Xeyr. Tarix boyu fərqli dinlər Azərbaycanda var olub. Birinci başlayaq animizmdən və paqanizmdən. Animizm və paqanizm bir növ çox tanrıçılıqdır, ruhçuluqdur, yəni fərqli nəsillərdə müqəddəsliyi tapmaqdır. Yəni bu tip inanclar bizdə uzun müddət olub. Hansı ki, daha sonra öz yerini zərdüştlüyə verəcək. Amma zərdüştlüyə versə belə, müəyyən detallar hələ də Azərbaycan mədəniyyətində qalıb. Məsəl üçün, dirilik ağacıdır, qara ağacdır, dağlıqandır və yaxud da ki, beş barmaq pirlərdir, ocaqlardır. Bunların hamısı əslində animizm və paqanizmdən qalıb bizə. Daha sonra isə Sasanilərin, Parfiyalıların, Əhəmənilərin dövründə Azərbaycanda zərdüştlük yayılır və daha sonraki dövrlərdə isə xristianlıq gəlir. Xristianlıq da zərdüştlə mübarizə aparır. Bəzi dövrlərdə Quzey Azərbaycanda qalib gəlir və beləcə xristianlıq burada ən əsas dinə çevrilir ki, biz bunu Qafqazdakı kilsələr vasitəsilə görə bilirik. Daha sonra isə İslam dini hakim bir dinə çevrilir və regiona hakim olur. İslam dünyasının hakimi olan türklər vasitəsilə yavaşdan tenqrizm də Azərbaycana təsir etməyə başlayır. Yəni Səlcuqlar sonradan gəlirlər, İslam dünyasına hökm edirlər, amma qədim dinlər olan tenqrizmdə bir çox detalını Azərbaycana, Türkiyəyə və Cənubi Azərbaycana yayırlar. Belə ki, bu bilirsiniz 40 gün gözləmədir. Eyni zamanda üzərlikdir və digər detallardır ki, bu da bizə tenqrizmdən keçib. Yəni Azərbaycanda əsl fərqli dinlərin təsirləri nəticəsində formalaşmış bir mədəniyyət var. Həmçinin bizdə dağ yəhudiləri var ki, onlar da müsəvidirlər. Sonradan isə 19-cu əsrdə bəhailik yayılıb. Bu da bir dindir ki, Azərbaycanda müəyyən dövrlərdə mövcud olub. Yəni belə, birinci başlayırıq animizm, paqanizm, ikinci gəlir zərdüştülük, üçüncü gəlir xristianlıq, dördüncü gəlir İslam, beşinci gəlir tenqrizm, altıncı müsəvilik var, bəhailik var. Və bəzi yerlərdə isə Hindistandan gələn tacirlər vasitəsilə hinduizm və cainizmin təsirləri var. Videonu qısa tutmalıyam deyə hamısı haqqında qısa danışdım, amma zamanla hamısı haqqında uzun videolar gələcək. Bu gün isə Azərbaycanda ən dominant din İslamdır, amma buna rəğmən Azərbaycan İslam ölkəsi deyil, sekulyar bir ölkədir.